Davam edirik. Növbəti 8-ci sualımızla Eylerven diaqramına əsasən doğru cavab müəyyən edin. Can evimə sığışmayan arzular bu dünyada neçə dünya arzular? Fe'li birləşmə ilə ifadə olmuş cümlə üzvü var. Can evimiz arzular. Necə arzular? Can evimə sığışmayan. Gördüyünüz fe'li sifət var. Aslan bəy anasının yun daradığını görür. Deməli ki, Aslan bəy nə edir? Görür. Nəyi? Anasının daradığını. Deməli, buradakı birdəki fikri hər ikisinə yazmalıyam da. Dıq üstə gəl mənsubiyyət. Fe'li birləşmə ikisində də var. Mübtada ümumi isimlə ifadə olunubdur. Arzu mübtada ümumi isimdir, amma burada aslan xüsusidir. İkini düz götürürəm. Məndən doğrunu istəyir. Cümlə fe'li xəbərlidir. Görür. Bir dünyada neçə dünya arzulamaq. Bu da fe'li xəbərdir. 3 ortaqdır. Hər biri cümlə üzvü söz birləşməsi ilə ifadə olunubdur. Hər bir cümlə üzvü deyir 4-də. Aslan bəy, daha sonra anasının yurdlarını görür. Xəbər axı söz birləşməsi deyil, 4 yanlışdır. İkinci dərəcəli cümlə üzvlərinin hamısı iştirak edibdir. Hanı burada zərflik yoxdur. Cavabım olacaq 2-3. Cərgələrin birində bütün sözlərin yazılışı səhvdir. Deməli, burada qafiyə sözündə bir y olmalıdır. Qəti sözündən qətiyə tor 2 y ilə, nümunəvi sözü düzdür, getdi. Püxtə sözündə t olmalıdır. Referant e ilə yazılır. Nüxsə sözündə də sx yazılmalıdır. Cavab B. İnadlı olmalıdır. İxtira düzdür. Tədbiq düzdür. Niyə burada bu? Pedaqoq düzdür. İtki ç ilə, səhv bəli, səhv yazılıbdır. Daha sonra burada zəmbil düzdür. Lampa düzdür. Məcra yazılmalıydı. Səhvdir. Cavab B olar 9-cu sualda. Cümlələrin şəxsə görə növü hansı mətlə düzgün verilibdir? Bütün məclislərdə onun qəhrəmanlığından bəhs edilirdi. Harada məclislərdə nədən? Onun qəhrəmanlığından. Burada 3-cü şəxsin təkididirsə, mən buna şəxsi cümlə deyirəm. Bütün məclislərdə onun qəhrəmanlığından bəhs edirdilər. Kim? Onlar. Onları da verməyibsə, buna qeyri-müəyyən şəxsi cümlə deyirəm. Hər ikisi müəyyən şəxsidir, yanlışdır. Biri ümumi şəxsidir, yanlışdır. Şəxsi ikinci qeyri-müəyyəndir, C variantı olacaqdır. Hansı sırada sözlərin yeri dəyişdirilsə, cədvəldə uyğunsuzluq aradan qalxar. Vaxt getməsin deyə sözləri tez-tez yazdım. Deməli, burada yer dəyişdirilməsində uyğunsuzluq aradan qalxar deyir. Deməli, burada bunu dəyişdirməliyik. A, odur. Bunu dəyişdirməliyik. Bir də bunu. 2, 3, 4 cavabım D variantı olacaqdır. Burada da qarnizon olmalıdır. Səhv etmirəmsə, bu söz qalada və ya şəhərdə, yəni hər hansı bir müharibə, müdafiə xəttində yerləşdirilmiş də sayca çox olan qoşun hissəsi deməkdir bu. Bu qanyon da dərə deməkdir. Uyğunluğu müəyyən edin. Söz kökündə səsləyim sözü səsliyim olur. Oxşayır sözü oxşuyur. Kimi tələffüz olunur? Mətbə sözündə ə düşür, o biri ə uzanır. Negativdə fərq olmur, təbiətdə də y girir. Deməli, söz kökündəki açıq sait tələffüzündə qapalı saidə çevirir. Ə idi, səs, deyim. Deməli, qapalıya çevrildi də. Bir də oxşayır sözü nə oldu? Oxşuyur. Bir də baxaq, söz kökdə deyir, amma deməli, oxşa sözünü götürəcəm, B yazıram. Çünki səsdə şəkilsidə keçirdi. Sözdə qoşa saitlərin biri tələffüzdə düşür. Bu mətbə sözünə aid olacaqdır. Sözün tələffüzündə səs artımı baş verir. Bu da təbiət sözünə aid olacaq. B, C, E. Baxaq, cavabımız A variantı olacaq. Hansı cümlədə işlənən ədat başqa nitq hissəsi ilə amonimlik təşkil edə bilər? Mühəndis Həsənov düz 2 saat idi ki, izahat verdi. Düz həmçinin işlənə bilər başqa nitq hissəsi kimi amonim, yəni deyə bilərik də feil kimi işlənə bilər. Biz səninlə tamamilə razıyıq, hörmətli həmkar. Burada ədat görmədim. Qoy ürəyindəkiləri söyləyim. Qoy feil kimi işlənə bilər. Ditərpənin maşınalar yolcu yolda gərəkdir. Burada başqa nitq hissəsi kimi işlənmir. Dostum, yəni də bağlayıcı kimi də işlənə bilər. Cavabımız oldu 1, 3, 5.